Ədilə xanım, sizi çox gözəl başa düşürəm. Çox gözəl başa düşürəm ki, bir ananın övladı ondan uzaqda olanda o hansı hissləri keçirir, hansı həyəcanları yaşayır. Demək olar ki, onun dünyası daima qara olur. Bir də olar ki, o harda olar. Təbii ki, Ədilə xanım Rəqsana xanımın anasıdır. Mən onunla mütəmadi olaraq əlaqə saxlayıram. Təbii ki, o da lazım olanda mənimlə əlaqə saxlayır. Təbii ki, mən ona nə suallar verə bilərəm Rəqsanə ilə bağlı ki, əhvalı necədir, gedirsiniz, gəlirsiniz, digər, bax belə bir suallar. Ədilə xanım, Rəqsanə xanım son vaxtlar çox böyük qayğı içində yaşayıb. Ər qayğısı, ana qayğısı, övlad qayğısı, bacı, qardaş, dost, hamı ona diqqət göstərib, hamı ona qayğı göstərib. Bugün o nə istəyir? Bax orada, məhz oradadır. O sizdən nə istəyir? Umacağı nədir? Ədilə xanım ağladı. Mən də kövrəldim. Bir ananı çox gözəl başa düşürəm. Təbii ki, bilirəm ki, o nə istəyir? Azadlığa çıxmağı. Dedi, mən çox istədim ki, o desin ki, o nə deyir ki, filan şeyi alın gətirin mənə, filan. Bir ifadə işlətdi. Öz ailəsini, öz həyat yoldaşını, öz uşaqlarını istəyir. İnşallah, Ədilə xanım, möhkəm olun. Möhkəm olun, Ədilə xanım. Mən elə məqamda sizinlə danışmalıydım ki, siz ancaq sevinəsiniz. Təbii ki, o da sizə qismət olacaq yaxın vaxtlarda.